Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Hal-hazırda influencerlər üçün çəkilmiş qısa bir video təlimata baxırsınız. Travelab.az web səhifəsi iki hissəyə bölünür. İstifadəçilər üçün, bir də influencerlər üçün. Hal-hazırda bizə maraqlı gələn hissə influencerlər üçün olan hissədir. Qarşımıza bir web səhifə çıxır. Harada biz kart yarada bilərik, qısa bir video təlimata baxa bilərik, kampaniyalara qoşula bilərik və əsas olaraq faydaları öyrənə bilərik. Yəni ən maraqlı gələn sualların cavabları buradadır. Və bizim portfolyomuz var. Yəni Travel Lab daha öncə hansı influencerlərlə əməkdaşlıq edib, onların siyahısıdır. Bizə lazım olan hissə kart yarat hissəsidir. Bu hissəyə klik etdikdə görürük ki, biz daxil ola bilərik birbaşa və ya qeydiyyatdan keçə bilərik. Bizə maraqlı gələn hissə budur. Və burada dəqiqləşdirici sual var. Siz influencersiniz yoxsa yox? Biz bəli hissəsinə basırıq və qeydiyyat keçmək üçün sadəcə məlumatları burada qeyd edirik. Məlumatları tam qeyd etdikdən sonra yenidən videoya davam edəcəm. Məlumatları yazandan sonra ən əsas məqam odur ki, qaydalar və şərtlər hissəsinə tıklayırıq və davam et düyməsinə basırıq. Ondan sonra bizə OTP kod gəlir WhatsApp nömrəmizə. OTP kodu qeyd edib davam edirik. OTP kodu əlavə etdikdən sonra kart yarat düyməsinə basırıq və uğurla kart yaratmış oluruq. Yenidən informasiyamızı bura qeyd etdikdən sonra artıq kabinetimizə daxil ola bilərik. Budur. Bu sizin kabinetinizdir. Harada ki adınız var, mailiniz var, nömrəniz var. Hal-hazırda nə qədər lab pointiniz var, o haqqında informasiyadır. Və burada 1 lab point və ya 10 lab point neçə manat olduğunu göstərir. Həmçinin burada qoşula biləcəyiniz kampaniyalar hissəsi var və bu haqqında ətraflı məlumat verə biləcəm. Və hamısına bax hissəsi var. Yəni ümumi 5 dənə kampaniya qoşula bilərik. Qaydırıq profilimizə. Həmçinin statistika bölməmiz var və burada gördüyünüz kimi heç bir məlumat yoxdur. Çünki biz heç bir kampaniyaya daxil olmamışıq və heç bir satışlar baş verməyib. Buna görə də narahat olmağa ehtiyac yoxdur. Bunların hamısına addım-addım baş salacağım. Gördüyünüz kimi admin panel iki hissəyə bölünür. Qoşulduğunuz kampaniyalar və qoşula biləcəyiniz kampaniyalar. Biz qoşulmaq üçün birinci sorğu göndərməliyik. Sorğu qəbul olduqdan sonra bu hissə düşəcək, o kampaniya düşəcək bu hissəyə. Biz detallara baxmaq üçün daxil oluruq bura. Baxırıq, qrup turudur, Dubaydadır və s. və s. İnformasiya aldıqdan sonra və bizə maraqlı gəlirsə, qoşul hissəsinə basırıq. Burada nə görürük? Gördüyünüz kimi bu kampaniya həm Instagram, həm YouTube, həm TikTok üzərindən gedə bilər. Ona görə də biz öz Instagram linkimizi və ya YouTube linkimizi, TikTok linkimizi burada bölüşə bilərik ki, mən bu səhifədə reklam etmək istəyirəm. Və burada gördüyünüz kimi əlavə linklər də var. Yəni web sayt ola bilər və ya başqa sosial şəbəkə ola bilər. Haradakı linki bölüşüb insanları registrasiya etməyə və ya satış etməyə, daha doğrusu alış etməyə sövq edə bilərsiniz. Və ya bunlardan yalnız birini seçə bilərsiniz. Misal üçün YouTube-da mən istəyirəm bir YouTube video çıxardım. Description hissəsində isə linki bölüşüm. Biz gəlin YouTube hissəsini dolduraq. Bax, bu mənim YouTube linkimdir və davam et bölməsinə basıram. Gördüyünüz kimi sorğunuz uğurla göndərildi. Sorğumuz göndərildikdən sonra manual olaraq Travelab əməkdaşları sorğunuza baxıb ya approve edə bilərlər, yəni təsdiqləyə bilərlər, ya da rədd cavabı gələ bilər. Bizi approve etdilər və bunu hardan bilə bilərik? Biz
Sadəcə yenidən profilimizə daxil olub reload edəcəyik. Gördüyünüz kimi qoşulduğunuz kampaniyalar artıq buradadır. Və burada gördüyünüz kimi başlama tarixi kampaniyanın 04.02.2026-dır, bitmə isə 09.04.2026-dır. Yəni bu vaxta kimi siz promote edə bilərsiniz və sizin üçün hazırlanmış referral link buradadır. Bu linki kopyalayıb həm Instagram üçün promote edirsinizsə bunu kopyalaya bilərsiniz. YouTube üçün bu hissəni kopyalaya bilərsiniz. Bu isə TikTok üçündür. Və salam. Bunu kopyaladıqdan sonra artıq promote edə bilərsiniz. Ya dostlarınıza göndərə bilərsiniz və ya Instagram səhifənizdə rahatlıqla paylaşa bilərsiniz və paylaşanda əsas olaraq siz lap pointləri artıq registrasiya, yəni uğurlu registrasiya keçən istifadəçilərdən öz sisteminizə lap point düşəcək. Və nə qədər lap point düşəcək, bu artıq sizə WhatsApp olaraq avtomatik informasiya məlumat veriləcək. İndi isə mən sizə artıq bizim hansı istifadəçimiz uğurlu registrasiya keçəndə buradakı olan dəyişikliyi göstərəcəm. Və hal-hazırda həmən göndərdiyimiz linkdən etdilər və registrasiyadan uğurlu keçdilər. Və bunu bilməmiz üçün sadəcə reload veririk və görürsünüz, sizə 10 lap point balansınıza düşdü. İstifadəçilərinizin motivasiyası olması üçün göndərdiyiniz istənilən istifadəçiyə bir nəfər üçün 20 manat welcome bonus verilir və o həmən istifadəçi 3 dostuna linki göndərsə, artıq onun üçün yaradılmış linki göndərsə, hər istifadəçidən də 5 manat ala biləcək, toplam 35 manat artıq balansında olacaq həmən istifadəçinin. Bunu da qeyd edim ki, həmşərtlər qaydalarda da var. Ümumiyyətlə belə də qeyd edim. Həmən lap pointləri, hansı ki ekvivalentdir 1 manata, heç bir yerdə istifadə etmək mümkün deyil, pula çevirmək mümkün deyil. Yalnız onu bizim TravelLab agentliyindən alış etdikdə onu istifadə edə bilərlər. İndi isə keçək statistika bölməsinə. Görək burada dəyişiklik oldu mu? Gördüyünüz kimi statistikada dəyişiklik oldu. Yəni bugün bir dənə istifadəçi artıq qeydiyyatdan keçdi. Burada da görürsünüz yeni istifadəçilər. Yəni sizə də toplam 10 lap point düşdü. Və istifadəçi hardan gəldi? Sizin Instagram linkinizdən. Yadınızdadırsa sizə 3 dənə link verilmişdi. Siz qazancı yalnız yeni istifadəçilərdən yox, satışlardan da görə bilərsiniz. Satışlar dedikdə sizin üçün yaradılmış promokod üzrə hansısa müştəri gəlib alış etsə, artıq sizə yenidən də lap point düşmüş olacaq. Bunun üçün sadəcə TravelLab əməkdaşlarıyla müzakirə edib dəqiqləşdirmək lazımdır. Artıq bir promokod sizin üçün yaradıldıqda sizə bildirəcəklər. Və tutalım, siz razılaşma əldə elədiniz. Reload edirik və sizin üçün yaradılmış promokodu burada görə bilərsiniz. Hal-hazırda gördüyünüz kimi toplam satışınız yoxdur və ona görə də biz bu promokodu götürüb artıq istifadəçi ilə bölüşürsünüz, sosial media kanallarınızda və ya story çəkirsiniz ki, yəni bu promokodla yaxınlaşsaz, alış eləsəz, həm müştəriyə endirim olunacaq, artıq şərtlərə uyğun, həm də sizin balansa lap point düşəcək. Tutalım ki, bu promokodu bölüşdünüz və müştəri gəldi, onda nə baş verəcək, bunu da sizə göstərim. Bəli, həmən müştəri gəlib TravelLabdan alış etdikdə və promokodunuzu qeyd edəndən sonra sistemdə o vurulur və siz tutalım ki, danışmısınız TravelLab əməkdaşlarıyla ki, hər olan alışa görə 20 lap point düşür. O deməkdir ki, gəlməlidir sizin sistemə və bura oturmalıdır o lap pointlər. Reload verək. Satışlar hissəsinə daxil olaq. Görürsünüz, artıq 20 lap point gəldi düşdü və toplam sizin 30 lap pointunuz, yəni 3 manat ekvivalentə olan bonusunuz vardır. Bu qədər
Düşünürəm ki, bu qədər yetərlidir. Ümid edirəm informativ oldu. Təşəkkürlər.